Son vaxtlar Mənzər xanım Nuraliyeva demək olar ki, hər gün ictimailəşir bu xanımla bağlı hansısa yeni fikirlər söylənilir. Amma hələ də yerində əyləşir. Mən 4-5 ildir elə Mənzər xanımla bağlı eşidirəm. Mədəniyyət Nazirliyi və sənət nümayəndələri arasında gərginlik təbii ki, səngimir, hələ də davam edir. Mən istinad edirəm Yeni Sabaha, Elçin Əlibəyinin təqdimatına yayımlanan aktual gündəm verilişinə qatılan Alma xanım Əhmədli və Nura Suri maraqlı açıqlamalar verib. Alma xanım Əhmədli iddia edir ki, Mənzər Nuraliyeva ondan və sənət dostlarından müxtəlif hədiyyələr tələb edir. Həmin fikirləri Nura Suri də dəstəkləyib. Doğrudan da çoxları belə eləyir, şahidiniz var, siz bunu təsdiq edə bilərsiniz, o sizdən istəyib. Əgər bir nəfər məndən istəyibsə bu şeyi, mən təsdiq edirəm də, mənim yanımda Alma xanım çox maraqlı bir şey dedi ki, insan ölür, cinayət törədir, onun yanında kamera olmur ki, o çəksin, ya digəri çəksin də, həmin məqamları kamera yoxdursa. İndi Alma xanım da düzdür də, deyir, elə məqamlar olub ki, mən və digər sənət dostlarım Mənzər Nuraliyevanı çəkə bilməmişik. Və məncə Mənzər Nuraliyeva bunları görməzdən gəlir deyə Özbəkistan Mədəniyyət günlərində Nazir Adil Kərimli məni siyahıya salmışdı. Bundan sonra 15-20 gün məşqlərə getdik. Uçuşa bir neçə gün qalmış. Mənzər xanımın köməkçisi mənimlə əlaqə saxladı və dedi ki, sizi siyahıdan çıxardıblar. Fikrimcə bu dostluq və şəxsi münasibətlər zəminində baş verdi. Mən və digər sənət dostlarımın bu siyahıdan çıxardılması nə qədər düzgündür? Bu insanın müəyyən tələbləri var. Bunu hər kəs gözəl bilir. Mən və sənət dostlarımda müəyyən məbləğlər tələb edilir. Bizdən istəyirlər ki, qaydanda ona ətir gətirək. İstifadə etdiyi ətir də bahalıdır. Qiyməti 600.000 manat aralarında dəyişir. Sağ ol Mənzər xanım. Deyir ki, Nura Suri öz növbəsində bildirib ki, Mənzər Nuraliyeva bu günlərdə üz gərdirmə əməliyyatı etdirib. Onun da qiyməti 30.000 dollara yaxındır. Doğrudan da maraqlıdır. Bu qədər pul hardandır? Təbii ki, araşdırma aparacaqlar. Mən inanıram ki, Alma xanıma, Əhmədliyə, Nura Suriyə, kimlərsə dəstək olacaq, təbii ki, araşdırma aparacaqlar, cavab verəcəklər ki, bu qədər haqsızlıq mı olar, bu qədər narazılıq mı olar, neçə illərdir bu qalmaqal, bu söz-söhbət, nə bilim, gərginlik davam edir, səngimir, hələ də konkret cavab verən olmuyor. Mən düşünürəm ki, inşallah cavab verəcəklər.